Hər vaxtınız xeyir olsun. Bu günlərdə informatikadan 20 variant sınaq imtahanından sınaq 2-nin izahını verəcəyik. Sınaq 1-in, yəni bütün izahları verilib, kanalımızda vardır. Daxil olub baxa bilərsiniz. Gəlin vaxt itirmədən başlayaq. Bugünkü mövzumuz nə ilə ibarət olacaq? Say sistemləri olacaq. Gəlin vaxt itirmədən elə birinci sualdan başlayaq. Mövqeyli say sisteminin əlifbasındakı simvolların sayı necə adlanır? Yəni bunun cavabı say sisteminin əsasıdır. Yəni Y variantıdır. Bu qaydadır bu. Yəni izaha dəyməz. İkinci sualda deyir ki, bu ədədini 8-lik say sistemində təsvir edin. Bu ikilik say sistemindədir. İkilik say sistemindən keçəcəyik nəyə? 8-lik say sisteminə. İndi bunu nə edəcəyik? Burada qaydamız sağdan sola doğru 3-3 ayırmadır. Nəsə çatmayanda yanına 2-0 yazırıq. Yəni bunun da onsuz bizə yəni nəyi? Yəni lazım olur, amma yazırıq yəni 0 yanına. İndi burada sonra nə edirik? Sonrası isə 2-nin qüvvətləri şəklini yazırıq. 2 üstü 0 neçə edir? 2 üstü 0 edir 1. Sonra 2 üstü 1 2. O birisi edir 3. Bu səliqəli düşmədi. Mən bir dənə bunu yaxınlaşdırıb yaxından yazım. Edir 3. Bunları tam silim ki, altından işarə qoyun biləsiniz. Deməli 3 vahid buradan ayırdım. 3 vahid buradan ayırdım. 3 vahid də buradan. 2 0 1 2. O birisi də olsun neçə? 4. Aha. Bu da olsun 4. Sonra yenə 1 2 4. 0 olanları ataq. Olsun 1 elə. Onsuz bizə lazım olmur. 1 yazaq bura. Sonra yenə bu 0-ı ataq. Olsun 2 4. Çünki 0 olan 1 idi. Bu da 2 0 1 edir. Yanına da 0 yazmışdıq. Bu da 3 dənə olsun. İndi burada nə edirik? 0 olanların üstünə atırıq. 0 olanların üstünə atırıq. Yerdə nə qaldı? 1 deməli 4 ilə 2 eləyir 6. Sonra burada olacaq 1 qalıb. Sonra 2 4 6. Sonra da 1. Oldu 1 6 1 6. Cavab olacaq B variantı. Biraz səliqəli olmadı. Çalışdığımız qədər digərlərində səliqəli yazarıq. Yəni burada əsas məqsəd nədir? İkilikdə olan ədədi 8-liyə çevirəndə nə edirsən? Sağdan sola 3-3 ayırıb 2-nin qüvvət şəklində hesablayırsan. Üçüncü sualda. Üçüncü sualda necədir? Ədədini ikilik say sistemində təsvir edin. Ədəd nədir? Məsələn 2 ədədi. 2 ədədini götürsən altına xətt çəkirsən və 2-nin qüvvət şəklində göstərirsən ta özün keçməsin. 2 rəqəmin məsəl üçün keçmir. 2 üstü 0 edir 1. 2 üstü 1 2. Daha 2-nin qüvvət şəklində yazsan 2-ni keçəcək. Və burada məsəl üçün 1 ilə 2 ilə 1 toplasan 3 eləyir. Amma 2-nin özü elə 2-ni verir. Onda 1 yazsan altına 0 yazırsan digərini. Sonra Y hərfini də yazsaq. Y hərfi ilə 14. 14 də 1, 2, 4, 8 kimi yaza bilərik. 8 ilə 4 toplasan 12, 12 də 2. 14, amma daha ehtiyac olmadı. Çünki o elə Y 14-dür. O birisinin altında da 0 yazırsan. Bir də 10 ədədi. A ədədi eləyir 1, 2, 4, bir də 8. 8 ilə 2-ni toplasan 10, qalanların altına 0 yaz. Sonra isə bunları ardıcıl olaraq yan-yana yazdırıq və olur ikilik say sistemində. Bunu da yan-yana yazsam. 1, 0, sonra 3, 1, 0, 1, 1, 1, 0, sonra da 1, 0, 1, 0. Bu da A variantındadır. Bu da oldu 3-cü sualın həlli. Sonra keçək 4-cü suala. Ədədin onluq say sistemində təsvir edin. Bu necədir? 0-dan başlayırsan, nömrələyirsən və 2-nin hasil şəklində yazırıq. Necə hasil şəklində deyəcəm indi. 0, 1, 2, 3.
İndi nə edəcəyik? Burada bir boş yer necə ayıraq? Asan yazaq. Buradan bərabərdir. Bərabərdir qoydum buradan. 1 vurulsun. 1 vurulsun. 2 üstü 3. Üstə gəlinsin. Sonra 1 vurulsun. Da izaha ehtiyac yoxdur. Yəni bilirsiniz. Say sisteminə keçdi. 1 vurulsun. 2 üstü. Təbii ki, onluq say sisteminə keçirik. 2. Sonra 1 vurulsun. 2 üstü. 1. Sonra üstə gəlsin. 1 vurulsun neçə? 2 üstü 0. İndi bunları da toplasaq. 2 üstü 3 8, 4, 12. O da 2, 14. O da 1, 15. Edir neçə? Cavabımız olur 15. 15 də olur B variantı. Bu da sadə sualdır. Sadəcə biraz qələm olmadığı üçün, qələm xarab olduğu üçün əlinə yazıram. Aha, gəlin baxaq neçənci suala. Deməli 5-ci suala. Biraz ola bilsin bunlar deməli ətraflı yazılı cavab tələb olan tapşırıqlar qalacaq. Yəni bəziləri, yəni açıq suallar qalacaq. Harda bitsə, yəni bu cür qapalı suallar orada dayanacaq. 76 onluq ədədini 8-lik say sistemində təsvir edin. Onluq say sistemindən hansı say sisteminə keçid ediriksə edək, bölmə qaydasını tətbiq edirik. Yəni 76-nı götürüb bölürük. 10 nəysə say sisteminə görə deyirdi, 8-lik say sisteminə. Bax yazıram 76 bölünsün 8. 8 9 edir 72. Qalığımız neçədir? 4. 9 görə yenə 8-ə bölünür. 8-ə bölünsün, yenə bölürsən. 8 1 8 qaldı 1. Daha bölünmədiyi üçün sağdan sola yığırsan. 1 1 4. 1 1 4. 1 1 bir dəqiqə. Aha, D variantı. 5-ci sualda da oldu. Demək D variantı. Sonra keçək 6-cı suala. Onluq say sistemində təsvir edin. Yenə də bayaqçı sualdır. İstənilən say sisteminə, onluq say sisteminə keçsək, yəni vurma qaydasını tətbiq edirik. İndi burada necə vurma qaydası nədir? Üstünə yazırsan 0, 1, 2 bərabər yazırsan. Deməli 1 vurulsun. Neçə? 8 üstü 3. Üstə gəlinsin. 3 vurulsun. 8 üstü 2. Üstə gəlinsin. Görək, o birisi neçə idi? 5 vurulsun 8 üstü 1. 5 vurulsun 8 üstü 1. 64. Üstə gəlinsin. Burada səhv getdi. Çünki bu kvadrat olmalıdır. Bu 1 olmalıdır. Bu da 0 olmalıdır. Çünki niyə? 1-in üstündə 2 yazılıb burada. 3 8-in 24. Üstə gəlinsin 5. Bu da neçə eləyir? Deməli 88 o da 5 eləyir 95. Cavab olur B variantı. Peki 6-cı sualda olur. 93 üzr istəyirəm. 93 edir neçə? 93. 93. C variantı. Neysə keçək 7-ci suala. 7-ci sualda nədir? Deyir, bu ədədin açıq yazılış forması. Yəni bu ədəd altılıq say sistemindədir. Bunu onluq say sisteminə keçir. Bax, bu da sadədir. Bu necə izah verməyə çalışacağam? Elə üzərində izahı verəcəyik. Bax, üstlərinə yenə yazırsan həmən o dediyim qaydanı 0 1 2-ni. 4. Bax, onda yazaq ki, qaydanı görə bilək. Yaxından yazım da. 0 1 2 3 4 5. Onda yazacağım 4 vurulsun 6 üstü 5. Sonra 4 vurulsun 6 üstü 4. 5 vurulsun 6 üstü 3. 3 vurulsun 6 üstü 2. 0 yazmasaq da olar. 1 vurulsun
6 üstü 0. Cavab olacaq elə A variantı. Amma keçək 8-ci suala. Sadə sual deyən üzərindən tez keçirəm. Deyir ki, bu cəmi hesablanan ikili say sistemindədir. Deməli, 3 dənə 1, bax burada bunu yazaq. 1, 1, 1. Sonra 0, 1, 1. 0, 1, 1. Sonra da 0, 0, 3, 1. Toplayıram ikili say sistemində. 0, 1, 1, 1, 0, 1, 1, 1 üstə 1, 2. İkili say sistemindən 2 çıx. Yəni 2-dən 2 çıxırsan, 0 qalır. Yaddaşda 1 yazırsan. Çünki bir dənə 2 çıxdı. Sonra 1, 1, 2, o da bir 3. 3-dən 2 çıxırsan. Nedir? 1, yenə 1 yadda. 1, 1. Yəni 2, yəni 0, yenə 1. Bunlar sadə suallardır. 1, 0, 1, 0, 1, 1. Cavab olacaq A variantı. Cüt ədədi müəyyən edin. Maraqlı sualdır. Bunları da tapmaq üçün onluq say sisteminə çevirsən. Gəlin buradan elə B variantından gəlin yoxlayaq elə. B variantını necə yoxlayacağıq? İstənilən say sisteminə onluğa keçdim, vurma qaydasıdır. Deməli, bax, 0, 1, 2, 3, 4. Onda yazıram nə? 1 vurulsun, 1 vurulsun. 3 üstü 4. Üstə gəlinsin. 0 oldu, 0 nəyə vursan, sonra 1 vurulsun. 3 üstü deməli 2. Üstə gəlinsin. 1 vurulsun. 3 üstü 1. Üstə gəlinsin. 1 vurulsun. Deməli 3 0 ilə 1 eləyir. Onda İncə belə eləyək. Deməli 1 vurulsun 3 üstü 0. 1 vurulsun 3 üstü 0 da bir dənə yazaq burada. 3 üstü 0. Aha, tək üstü cüt. Eləyir tək. Üstə gəlinsin. Tək üstü cüt tək. Üstə gəlinsin. Tək üstü tək. Elə tək. 3 0-da 1 yenə tək. Tək. Təklərini cəmləyəcək cüt. Elə cavabımız elə B variantı oldu. Sonra baxırıq. Deyir ki, doğru ifadəni müəyyən edin. Bu da maraqlı sualdır. Baxaq. A ədədi deyir 16-dadır. Gəl bunu onluğa çevirək. Elə onluqda da elə 10-dur. Bu elə 10-dur onluqda. Sadəcə bu 1-0 16-lıqdadır. Bunu onluğa çevirəndə, baxın çalışdırıram. 1-0 16-lıqdadır. Onluğa çevirəndə 1 vurulsun 16 üstü 1 üstə gəlinsin. Yəni 0 1 yazırıq üzərinə. 0 vurulsun 16 üstü 1. Bu neçə eləyir? Elə 16 eləyir. Baxaq. Yəni 10 16-dan böyükdür. Xeyr, A variantı deyil. Onda gəlin baxaq B variantına. 25 6-lıqdadır. Bunu onluğa çevirək. Eləyir neçə? 2 6 12 üstə gəlinsin 5. Neçə eləyir? 17. Bəs bu neçə edir? 2 8 16 üstə gəlinsin 5. 21. Eləyir neçə? Bərabərdir 21. 17 həqiqətən də kiçikdir 21-dən. Cavab oldu B variantı. Cavab oldu B variantı. İndi keçək başqa suala. Onluq say sistemindəki verilmiş bu cəmin ikili say yazılışında sıfırların sayını müəyyən edin. Bu da belə yazılır. Bu necə yazılır? Bu 2-nin qüvvəti birinci olduğu kimi saxlayırıq. 2 üstü necə? 2000. Bu 2000 yazdım. Üstə gəlsin 64-də 2 üstü 6. Bunun da üstü neçə kimi yazıram? Deməli 3 üstü 6 üstü 3000. Bunu onda açıq şəkildə yazıram. Yaxşı yazım. Bu olsun. 300 üstürəm. Üstə gəlsin 2 üstü 5.
üstü 2 üstü 5. Onda bu bərabərdir neçəyə? 2 üstü 2 üstü deməli neçə idi? 2000 idi. 2 üstü 2000 idi. Üstə gəlinsin 2 üstü neçə? 1800. 2 üstü 1800 üstə gəlsin 2 üstü 5. Burada bax toplananların sayı qədər burada 1 var. Sadəcə burada sıfırların sayını deyəndə. İndi bir dənə baxaq bunlara bir dəqiqə. Üzr istəyirəm. Demək, birlərin sayı burada toplanan sayı qədər dedi. 3 dənədir. Sadəcə sıfırların sayını necə tapacağıq? Böyük burada olan qüvvəti 2000-dir. Düzdürmü? 2000-i götürüb üzərinə 1 əlavə edir. Eləyir 2001. 2001. Elədi 2001. İndi bizdə soruşsa neçə rəqəmlidir? Biz tapdıq bunun 2001 rəqəmli olmasını tapdıq. Birlərin sayı dedik 3-dür. Onda biz burada sıfırların sayını necə tapa bilərik? 2001-dən 3 çıxmaq şərti ilə. 2001 çıxılsın 3, bu da eləyir 1998. Neçə eləyir? 1998. Bu da eləyir A variantı. Yəqin ki, başa düşdük. Üzərindən bir də belə gedəcəm. Deməli, bizdən nə soruşurdu? Bizdən soruşur ki, ikilik yazının sıfırların sayını müəyyən eləyin. Biz bunu 2-nin qüvvət şəklinə gətirdik. 2-nin qüvvət şəklinə gətirdik. Düzdür? Gətirəndən sonra qüvvəti böyük olanı götürdük, üzərinə 1 əlavə etdik. Neçə rəqəmli olmağını tapdıq. Amma birlərin sayı elə toplananların sayı qədərdir. 3 dənə idi. Onda biz birlərin sayını, üzr istəyirəm, rəqəmlərin, yəni o 2001 rəqəmlidən çıxsam mən o birlərin sayını, sıfırların sayını taparam. O deyir 1998. Sonra keçirəm bu vurmadır. Bu da vurmadır. Asanlıqla hasilini hesablayın. 1 0 1 1. Yazıram burada 1 0 1 1 vurulsun 100, yəni 1 1 1-ə. 1 birin 1, 1 birin 1, 1 0 0, 1 birin 1. 1 birin 1, 1 birin 1, 1 0 0, 1 birin 1. 1 birin 1, 1 birin 1, 1 0 0, 1 birin 1. 1 1 0 1 1 topladıq elədi 2. 2-dən çıxdıq 2-ni. 0 1 yadda, 3 1 yazıram. 1 yadda, 1 yəni 0 1 yadda, 1 yəni 1, bir dənə də 1. Bir dəqiqə 1 o da 1 0 sonra 1. Bunlar vurmadı asandır da özümüzə o qədər dərinliyə getmirik. Deməli olur cavab burada, yəni səhvlik eləməsək. Bir də buna yenidən baxaq. Asan dedi, özümüzdə səhv edirik. Deməli 1 ilə 1-i topladıq elədi 1. 1 1 2 2-dən çıxdım. Yəni 1 vurulsun 2-ni. Yəni 0 1 yadda. 1 1 2 3 1 yazıram 1 yadda. 3 yenə 1 yazıram 1 yadda. 0 yazıram 1 yadda. 1 o da 1 2 0 yazıram yenə 1 yadda 1. Deməli olur cavabımız A variantı. Sonra baxaq, neçənci suala. Bu şərtini ödəyən onluq tam ədədlərin sayını müəyyən edin. Ona görə də bu verilənlər onluq say sisteminə çevirməliyəm. Demək, bunlar da indi onluq say sisteminə çevrilir. Neçənci suala baxırıq? 13-cü suala. Aha. Bunu deməli 36 8-likdədir. Bunu çevirsəm onluğa. 3 8-in 24, o da 6 30. Kiçikdir x, kiçikdir bərabərdir. F5 16-lıqdadır. Bunu onluğa çevirək gəlin. Aha. Bərabərdir. Deməli 15 vur 16 240. 240-ın da üzərinə gəldim.
5-i elədi 245. Baxın yazıram f vurulsun 16 üstü f də 15-dir. 1 üstə gəlinsin 5 vurulsun 16 0 elə onu da bir də yazın. Bu da bərabər elə neçə? 245. İndi burada da x yəni 30-dan böyük, kiçik bərabərdir 245-dən. Bunun tapılma üsulu da necədir? Bilirsiniz 245-dən 30-u çıxırıq, o deyir 215. Bu da sadə sualdır. Sadə deyəndə yəni biraz üzərində çalışdıqda, qaydaları yəni yüksək səviyyədə bildikdə işləmək olur. İndi baxaq 14-cü suala. Bərabərliyində y-in mümkün müsbət qiymətlərində x-in ən kiçik qiymətini müəyyən edin. Yaxşı, baxaq. Yəni bunu onluğa çevirək də bir. Demək bunu onluğa çevirsək, eləcə 3x plus 2. Yazıram 3x plus 2. 3x plus 2 bərabərdir. Demək, neçəyə? 4y plus 3-ə. 4y plus 3-ə. Aha. Elədimi? İndi biz burada 4 rəqəmi 5-lin içindədir. Elə deyilmi? Onda y 4-dən böyük olmalıdır burada. Yəni y-in qiyməti 4-dən böyük olmalıdır. İndi onda biz qiymət verib tapaq da. Onda y-ə 5 qiymətindən başlayıram. Y-də x-dir. Burada niyə belə oldu? Ha, bu bir səhvəyə keçmişik deyəsən. Onda bunu bir dənə silək. Gəlin, deməli, y və x-ə qiymət verək. Başlayaq 5 qiymətindən. 5 qiyməti versəm y-ə. Bax, burada. Y-ə 5 qiyməti. 4, 5, 20, 23. 3x plus 2 bərabərdir 23. Onda 3x bərabər 21, x olur 7. X olur 7. 14-cü sualımızda cavab olur Y variantı. Baxın, neynədir? Onluq say sistemə çevirdi və y-in də qiymət 4-dən böyük olmalıdır. Ən kiçik də 5 götürdük, qiymət verdik, tapdıq. Onluq ədədin əsası 9 olan say sistemini təsvir edir. Yəni 100 ədədin, yəni onluq ədədini 9, yəni 100-ü 9-luq say sistemə çevirməliyik də. Onluq say sisteminə də hansı say sisteminə keçdim? Bölmə qaydası. 11-ə vursam 99, qalır 1. 11 yenə 9-a bölünür. 9, 1, 9, qaldı neçə? 2, olur 121. 121 də cavab A variantı. Bu ədədinin ikilik yazılışında bayaq dedik, birlərin sayını müəyyən edin. Baxın, onluqdan ikiyə keçəndə bölmə qaydası tətbiq edirik. Sadəcə burada bir qısa üsul tapmalıyıq. Bu qısa üsulda tapmaq üçün biraz fikirləşməliyik. İndi baxaq. Bunu 2-nin qüvvə şəklində yazacağam. 2-nin qüvvə şəklində necə? 2 üstü 10 eləyir 1024. Sonra üstə gəlsin toplayanda, yəni 1358 olsun, 1358-i keçməsin. Aha. 1024. Sonra 208 yaza bilərəm. Yəni 208, 256. Üstə gəlinsin, yerdə qalacaq 2 üstü 6. Sonra yenə bunları toplayanda yerdə qalır 2 üstü 8. Bir dəqiqə. 2 üstü 3 şəklində yazıram. Deyəcəm niyə belə edirəm. Üstə gəlsin 2 üstü 2. Üstə gəlsin 2 üstü 1. Yəni bu qüvvətləri toplayanda 1358-i versin. Birlərin sayı da toplananların sayı qədərdir. 1, 2, 3, 4, 5, 6. 6 dan birlərin sayı var. Bu birlərin sayıdır, elədir? Amma elə bizə də birlərin sayını istəyirdi. Cavab olacaq elə A variantı. Yəni nə edir? 2-nin qüvvə şəklində yazdıq və birlərin sayını, yəni sıfırların sayını daha bizdən burada neyini istəmir. İndi 1358 onluq ədədin ikilik yazılışında birlərin sayını bundan sonra istəsə, daha onu 2-yə bölmürük. 2-nin qüvvə şəklində yazıb tapırıq. Sonra çox uzun elə bil oldu. Keçək, vaxtı çatdırmaq lazımdır.
18-ci sualda bərabərliyin əsasən x-in qiymətini 16-lıq say sistemi təsvir edin. Elə bayaqki sualdan da elə bunu da sürətli şəkildə yazaq. 5, 7, 35. Yəni bunu bax 7 də 10-luq say sisteminə çevirir. 5, 7, 35, 35, 5. Elədir 40. 40 çıxılsın x bərabərdir. 3 vurulsun, elə bir bax, bunun üstü yazırsan elə bir 0, 1, 2. Sonra necə yazsan? Bir dənə 1-ni izah verim. Yazsan 3 vurulsun. 3 vurulsun 6-nın üstü 2. Ha belə davam edirik. Onda 3-ün 6-nın kvadratına vuranda neçə ilə 64-ü 3-ə vursaq? Əlbəttə ki 64 yox, 36-nı. 36-nı 3-ə vursaq eləyir 108. 108 sonra 2-ni 6-ya 12 eləyir 120. 120 isə 5, 125. Onda x də bərabərdir. 125-dən də 40 çıxanda demək 85. Eləyir 85. Bu elə 85. Bu 85 onluq say sistemindədir. İndi 85 onluq say sistemindədirsə, bunu 16-lıq say sisteminə necə çevirərəm? 85 və yazıram burada bir dənə. Harda yazım? Bir dənə ağ yer tapım. 85. Bax 85 onluqdadır. Bunu 16-lığa çevirəndə 16-ya bölürük. 5 dəfə eləyir 85 yadda. Onda eləyir 55. Və burada variantlarda elə bir şey varmı? 55. 55 də var, bəli. B variantında. İndi isə keçək 19-cu suala. Sinifin bu faizi qız, bu nəfəri oğlan olarsa, sinifdəki şagirdlərin sayını onluq say sistemində yazın. Burada yəni bu cür tapmaq, yəni faiz verib də ikili say sistemində bunu belə doğru dilsək öz rəqəmlərimizə çevirmək lazımdır. Bu verilən faizi qızdır. Yəni bunu onluq say sisteminə çevirək. Onluq say sisteminə çevirsək neçə eləyəcək? Şifahi yazırıq. Deməli. Yəni 1 vurulsun 2-nin üstü 5, üstə gəlinsin 1 vurulsun 2 üstü 4, üstə gəlinsin 1 vurulsun 2 üstü 3, üstə gəlinsin 1 vurulsun 2 üstü 2, bu bərabər edir 60. Bunu çevirdim elə bil. Bu verilən ədədi çevirdim onluq sayısı. Bunun 60% qızdır. Onda bunun 40% də oğlan olacaq. 40% oğlandır. İndi bunu da onluğa çevirək. Görək burada oğlanların sayına da baxaq. Bu da onda bərabər eləyəcək. Deməli 1 vurulsun 2 üstü 3, üstə gəlinsin 1 vurulsun 2 üstü 2, üstə gəlinsin qalanda da 0 olduğu üçün onda eləyəcək neçə? 12. 12. İndi burada biz nə edəcək? 40%-nə 12-dirsə, bəs tam faizinə bax 40%-nə uyğun 12-dirsə, bəs tam faizinə, yəni bizdən burada olsun nəyi soruşur görək. Bu sinifdəki şagirdlərin ümumi sayını tapmaq lazımdır. O x-dir. Onda buradan x-i tapsam, x-də nə edəcək? 100 vurulsun 12 bölünsün 40. Bu da eləyəcək 30. Nə eləyəcək? 30 eləyəcək. 30 da var B variantında. Sonra burada bir 20-ci suala saxlayacaq. Digər ətraflı yazı cavab tələb edən tapşırıqlarla birlikdə izah eləyəcəm. Deməli 20-ci sual qaldı. 20-ci sual qaldı. 4-ə tam bölünən ədədləri müəyyən edin. Burada variantlara baxırıq. Qaydamız deyəndə sonu 0 ilə bitənlər görürsənsə 4-ə bölünür. Cavab olacaq 1 ilə 2. Belə də yoxlayıb tapa bilərsiniz. İndi burada baxaq. Görək nəticəsi 50-dən böyük olan ifadələri müəyyən edin. Bunu necə tapırıq? Baxın. 22-ci sualı, maraqlı sualdır. İndi ona da baxacağıq. Burada 32 8-likdədir. Düzdürmü? 32 8-likdədir.
Gəlin bir A variantını da açın. Yəni o birincisindən. Və bunu da 8-liyə çevirək. Çevirsək 3 3 1 ayıraq. Ayırdım burdan. Sıfırlar getdi, qaldı burada 2, burada qaldı. Burada 1 2 4. Mhm. İndi 32 48 yəni toplayaq. Bir dəqiqə burada nəsə səhvlik etmədim. Mhm. Bunu bir dənə silək. Burada